Deyək. Başlayaq elə birinci sualdan. Əslində miq sualdır müəllimə, ancaq çox asan, indiyə qədər düşən ən asan miq suallarıdır. Həm də ki, məsələ miq olduğunda deyil. Yəni burada çalışacağam ki, vacib məqamları vurğulayım. Yəni sertifikasiya üçün də keçərlidir. Xüsusən də sertifikasiya üçün ipucları mümkün qədər əlimdən gəldikcə verəcəm. Başlayaq. Deyir, elektroliz zamanı elektrodların üzərində T müddətdə ayrılan maddənin kütləsi M-dir. Sonra deyir, cərəyan şiddəti 2i olduqda, yəni cərəyan şiddəti artır, neçə dəfə? 2 dəfə. 4m kütləli maddəyə nə qədər zaman lazımdır? Burada gəlin biz ilk öncə düsturumuzu yazaq. Biraz suallar elə bir konkret deyil, bilmirəm sonradan yığılma olduğuna görə də, yoxsa elə forması buymuş. Çalışacağıq ki, uyğunlaşdıraq. Bu düstur yəqin ki, yadınızdadır müəllimə. Buradan K-nı olduğu kimi saxlayıram. Q-nün yerinə nə yaza bilərik? Q-nün yerinə məşhur itimizi yazırıq. İndi bizə nə deyir? Deyir ki, bax, bizdən zamanı soruşur. Gəlin əvvəlcə zamanı ayıraq. T bərabərdir. M bölünsün itə. Daha doğrusu İK-ya. Buradan indi baxıram ki, cərəyan şiddəti 2 dəfə artıb. Əvvəl i idi, sonra olub 2. 2 dəfə artıbsa, bu 2 dəfə artıbsa, maddə də 4 dəfə artıb. Baxırıq, bax, bu 4 ilə bu 2 ixtisar gedir, yuxarıda qalır 2. Deməli, zaman necə dəyişər? Zaman bu, bəli, zaman 2 dəfə artacaq. Ona görə 2t olacaq. Sonra keçirik ikinci suala. İkinci sualda burada var bir iş. İşin düsturu nə idi? İşin hansı düsturunu bilirik? Aha. Bəli, UI olacaq, elə ondan istifadə eləyəcəyik. Bunu da vururuq T-yə. Bölürük buradan itə, yəni cərəyan şiddəti və T-yə. Baxırıq, buradan cərəyan şiddətləri getdi, T-lər də getdi, yerdə nə qaldı? Gərginlik qaldı. Sonra optik qüvvəyə keçirik. Optik qüvvədə elə bildiyimiz düsturdur. Bu adicə yerinə qoyuruq. Çox vaxt almağa ehtiyac yoxdur. Bax, bu düsturdur. Yerinə qoyub işləyəcəyik. Sonra 4-ə baxırıq. Deyir ki, şaquli yaydan asılmış 40 kiloqram kütləli yük yayla birlikdə 5 təcillə yuxarıya qalxır. Əvvəlcə baxırıq ki, yuxarıya qalxır və təcil də müsbət olduğu üçün yeyinləşən hərəkətdir. Bəli, bəli. Bəli, təcil baxırıq müsbətdir, deməli MJ üstəgəl A düsturundan istifadə eləyəcəyik. İndi nəyə baxaq burada birinci? Deməli F elastik bərabərdir MJ üstə gəlsin A-dan. F elastikin yerinə nə qoya bilərik? Kx qoyuruq. Bu da bərabərdir. M-in yerinə 40 qram, bir dəqiqə bu çevirmələri işləyək. Deməli 40 qram, mində 40, %4, 0,4 kiloqramın yerinə qoyub. Çevirmələri mütləq eləyin imtahanlarda müəllimlər. Başdan elə işləyə-işləyə eləyin ki, sonra karıxmayasınız. Onsuz da variant olanda problem olmur, təxmin eləmək olur, ancaq çevirməklə eləsəz daha rahat olar. Sonra J-ni 10 verib, A-nı da 5 veribsə, bunları da topladım, oldu 15. Vurdu. Bircə dəqiqə. İndi bizdən nəyi soruşur? Yayın uzanması 2 sm olarsa K-nı soruşur bizdən. Elə gəlin bu 2 sm də bura keçirdək. Santimetri necə keçirdəcəyik? %2 ilə. 0,2. Bir də burada müəllimlər başdan hesablayıb sonra işə keçməyin. Bax belə kəsr məsələləri olanda əvvəlcə düzün, sonra onsuz da ixtisar gedəcək. Vurub sonra bölməyə keçməyin. Başladıq. Burada ixtisar getdi. Gördünüz, heç bunları vurmağa ehtiyac qalmadı. Burada qaldı 2. 2-ni də vurduq 15-ə, elədi 30. Sonra indi gəlirik misnaqil məsələsinə. Hansı ki, sizə demişdim ki, bax bu müqavimətdən hər yerdə rastımıza çıxır. Gəlin biraz müqavimət haqqında danışaq, sonra keçək suala. Əvvəlcə Ohm qanununa görə müqavimətin düsturunu yazaq. Hansı düsturu yazarıq Ohma görə? U bölünsün I yazırıq.
Düzdürmü? Baxırıq ki, burada müqavimət nə gərginlikdən, nə də cərəyan şiddətindən asılı deyil. Ancaq cərəyan şiddəti və gərginlik ayrı-ayrılıqda müqavimətdən asılıdır. Məsələn, gərginlik müqavimətdən düz asılıdır, cərəyan şiddəti müqavimətdən tərs asılıdır. Ancaq müqavimət bunlardan heç birindən asılı deyil. Bəs yaxşı, müqavimət nədən asılıdır ki, müqavimət suallarına çox rast gəlirik? Bir, materialın növündən, 2, temperaturdan, 3, həndəsi ölçülərdən olan bir düsturu var. Gəlin onu yazaq. Bax, bu düsturu mütləq şəkildə bilin. El bölünsün isə. Bəli. Burada baxırıq ki, müqavimət uzunluqla düz asılıdır, sahə ilə tərs asılıdır. İndi müəllimə, məsələn, deyək ki, əlimizdə bir naqil var. Bu naqilin uzunluğunu, ümumən uzunluq sözünü harda görsəz, yadınıza ilk düşən müqavimət olsun. Uzun bir naqil var. Bu naqilin uzunluğunu 2 dəfə artırdıq. Bu naqilin uzunluğunu 2 dəfə artıran kimi biləcəm ki, müqavimət də 2 dəfə artıb. Əgər müqavimət 2 dəfə artıbsa, deməli cərəyan şiddəti 2 dəfə azalıb, gərginlik 2 dəfə artıb. Bax, bu asıllıqları doğru şəkildə bilsəz, bu tip sualların hamısını işləyə bilərsiniz. Sonra, məsələn, deyə bilər ki, sahə artıb. Sahə 2 dəfə artanda biləcəm ki, müqavimət azaldı. Müqavimət azalan kimi cərəyan şiddəti artacaq, gərginlik azalacaq. Bax, bu 3 asıllığı bilsəz, gerisi problem deyil. Sonra gəlirik buradakı, bax, bu roya. Bəs yaxşı, bu ro nə deməkdir? Ro xüsusi müqavimətdir. O sadəcə materialın növündən asılı olur və bir də temperaturdan asılı olur. Yəni, başqa heç bir asıllığı yoxdur. İndi gəlin suala baxaq, görək sualda bizdən nəyi soruşurdu. Deyir ki, mis naqilin uzunluğunu, yenə də uzunluq görən kimi yadımıza ilk düşən oldu nə? Müqavimət, R. Aha. Deyir ki, uzunluğunu 2 dəfə artırsaq. Uzunluq 2 dəfə artan kimi, sual başqadır burada. Deyir, xüsusi müqavimət, onsuz da xüsusi müqavimət bayaq dediyimiz kimi uzunluqdan, sahədən asılı deyil. Bu belə. Sonra, indi sertifikasiya imtahanı verəcək olan müəllimlərə deyim ki, düzdür, bu dediklərim %100 doğru olmur, ancaq adətən doğru olur. Deməli, sertifikasiyada onsuz da səhv düzü yumayacaq. Deyək ki, gəldiniz, bax, bu formada bir sualla qarşılaşdınız və sualın cavabını qətiyyən bilmirsiniz. Əgər təxmini, məsələn, 2 variant arasında qaldınızsa, nə gözəl, birini seçin, o başqa məsələ. Ancaq qəti cavab haqqında bir məlumatınız yoxdur, heç nə bilmirsiniz, onsuz da səhv də düzü yumur, bir dənəsini işləmək məcburiyyətindəsiniz. Onda hansı sualda, müəllimlər, dəyişməz sözü varsa, bu dəyişməz sözünü adətən elə variantlara qoyurlar ki, orada bundan istifadə olunur. Yəni 70%, 80% bu istifadə olunur. Madam ki, heç sual haqqında heç bir məlumatınız yoxdur, onda elə dəyişməz variantını seçin. Təbii ki, %100 olma ehtimalı var demirəm, ancaq onsuz da sizin heç bir variantınız deyək ki, yoxdur, onda dəyişməzi seçin. Təkcə müqavimətdən söhbət getmir. Sual nə olursa olsun. Sonra İndi inşallah qarşımıza çıxsa ondan onu da deyəcəm. Bəli, elə variant. Bəli, dəyişməz. Dəyişməz oldu. Sonra, indi gəlin, bax, buna hər suala aid çalışaq ki, mümkün hissələrə toxunaq. Baxın, bu suala keçməmişdən qabaq sizə bir nə deyim. Sizə deyək ki, birinci bircin sahə haqqında gəlin danışaq. Sonra da qeyri-bircin sahə haqqında. Bircin sahədə yadımızda saxlayaq ki, təcil dəyişmir. Təcil heç vaxt dəyişmir. Ya yeyinləşən hərəkət olacaq, ya yavaşlayan hərəkət olacaq. İndi gəlin onu müəyyən edək. İlk öncə baxıram ki, bircin sahəm var əlimdə. Bu sahənin müsbət tərəfi hansı olacaq, mənfi hansı olacaq? Bax, bu oxlar olan yer hər zaman mənfi olacaq. Digər tərəf müsbət. Niyə? Çünki müsbətdən çıxırdı intensivlik xətləri, mənfiyə doğru daxil olurdu, bildiyimiz kimi. İndi, bax, bunun tərkibinə mən gətirirəm bir dənə elektron yerləşdirirəm. Və əlimi buraxıram. Elektronu ortada qoydum, əlimi buraxdım. Nə baş verəcək? Təbii olaraq elektron mənfi yükdür, ona görə müsbət tərəfə hərəkət edəcək. Bəli, axı o müsbəti sevir, yəni mənfidirsə müsbətə tərəf gedəcək, müsbət qoyan, əgər bir müsbət yerləşdirdimsə, bu səfər mənfiyə doğru hərəkət edəcək. Bəs yaxşı, indi gəlirəm mən buna müəyyən bir sürət verirəm. Deyək ki, baxın, buna mən sağ tərəfə doğru bir sürət verirəm. Bax, bu da müsbət yükdür. Mən buna sağ tərəfə doğru sürət verirəm.
Onsuz da bu müsbət mənfi tərəfə getməyə hazırlaşır. Onsuz da mənfini sevir. Hələ üstəgəl mən də bunu mənfiyə tərəf bir sürət versəm, onda neyniyər? Çox sevə-sevə gedər də. Onda burada nə olacaq? Yeyinləşən hərəkət. Yeyinləşən hərəkət və necə yeyinləşən müəllimlər? Bərabər yeyinləşən. Orada variantlarda, bax ümumən bir cins xətləri gördünüz, yaxud da bir cins adını eşitdinizsə, şərtdə. Onda artan, azalan, təcil olan variantı bəri başdan silin. Bir cins yerdə artan, azalan görə bilməzsiniz. Onları mütləq şəkildə ilk silin. Orada ya yeniləşən olacaq, ya da yavaşlayan. İndi məsələn, gəlirəm bura bir dənə də müsbət yük qoyuram. Sadəcə bu səfər müsbət yükə, bax sol tərəfə bir sürət verirəm. Elə bil ki, mən müsbət yükü sol tərəfə doğru itələyirəm. Nə baş verəcək? Təbii ki, müsbətlər bir-birini sevmirlər, zəhlələri gedir. Mən də onu zorla müsbət tərəfə itələdimsə, deyirlər ki, zorla gözəllik olmaz. Məcburən onu müsbətə itələmişəmsə, nə baş verəcək? Könülsüz hərəkət edəcək. Yəni, yavaşayan hərəkət edəcək. Yavaş. Bəs yaxşı, yavaşayan hərəkəti indi gəlin analiz eləyək. Yavaşayan hərəkətdə hərəkət nəyə məhkum? Sürət nəyə məhkumdur? Durmağa, sıfıra məhkumdur. Yəni yavaşlamaq nə deməkdir? Sondakı sürət sıfır olacaq. Yəni bu gələcək bir yerə qədər, bax bu lövhəyə çata bilməyəcək. Niyə? Çünki lövhə onu itələyir axı israrla. Gəlib bir yerdə dayanacaq. Bax yavaşayan hərəkət elədi, gəldi, dayandı. Sonra təkrar geri qayıdıb yeyinləşərək öz mənfisinə tərəf gələcək. Yəni mən onu nə qədər itələsəm də o bir miqdar gedəndən sonra geri qayıdacaq. Ona görə bu hərəkətə deyirik ki, öncə yavaşlayıb sonra yeyinləşən hərəkət. Ancaq variantlarda, suallarda bəzən öncə sonra demir. Elə konkret yavaşlayan, yeyinləşən soruşur, onda yavaşlayan deyəsiniz. Yox, əgər bütöv şəkildə soruşursa, yavaşlayıb sonra yeyinləşən götürürsünüz. İndi gəlin bir dənə də qeyri-biznes sahəyə baxaq. Elə sual əsnasında olar ki, qarşımıza çıxar. Əvvəlcə gəlin bir qeyri-biznes sahəni təyin eləyək, formasını göstərim sizə bir dəqiqə. Belə. Biraz əyri-üyrü olsa da. Aha, baxıram ki, bax bunun qeyri-biznes olduğunu hardan başa düşürük? Əvvəla görürük ki, bax bunların bax bu arasındakı diametrlər var ha, sıxlıqlar deyək də. Bax bu sıxlıqlar zaman keçdikcə artır. Artır, azalır, yəni dəyişir də. Məsələn, daha yaxında daha sıx idi, uzaqlaşdıqca sıxlıq neynədir? Azaldı. Ona görə buna deyirik qeyri-biznes. Bəzən də belə şəkil verməz. Elə şərtdə biz görərik ki, yazılıb ki, qeyri-biznes sahə. İndi qeyri-biznes sahədə bərabər yeyinləşən, bərabər yavaşlayan variantları görən kimi siləcəyik. Qeyri-biznes sahədə ya artan təcil olmalıdır, ya azalan təcil olmalıdır. Bir də əgər neytron olarsa, neytron onsuz da bərabər sürətli hərəkət edəcək, onun sükunət ya seçəsiniz, ya o heç. Ancaq normal müsbət mənfi görəndə ya artan təcil olacaq, ya azalan. İndi gəlin müəyyən eləyək. Bax, məsələn, bir dənə mənfi yük qoymuşam və mənfi yükü əks tərəfə doğru bir sürət vermişəmsə. Əvvəla gəlin təcili təyin eləyək. Artan təcildirmi, yoxsa azalan təcildirmi? Təcili təyin eləmək üçün müəllimlər, yükün müsbətinə, mənfisinə baxmıram. Əgər bax sıxlığa doğru gedirsə, təcil artır. Əgər sıxlıqdan geri gedirsə, azalır. Baxıram ki, mənim sürətim neynədir? Sıxlığa getmədi, əks tərəfə, genişlənən tərəfə getdisə, deməli təcil azalır. Onda deyirəm azalan təcillə. İndi gəlin təyin eləyək. Yeyinləşirmi, yoxsa yavaşlayırmı? Əslində mənfi neynir? Müsbəti sevir də, müsbət tərəfə getmək istəyir. Mənsə israrla onu əks tərəfə göndərirəmsə, deməli könülsüz gedəcək və yavaşlayacaq. İndi gəlin bir dənə də istifadə edək. Məsələn, bax, bura bir müsbət yük yerləşdirirəm və müsbət yükü, deyək ki, bax, bu istiqamətdə itələyirəm. Əvvəlcə gəlin təcili təyin eləyək. Baxıram, sıxlığa doğru gedirsə, deməli, artan təcildir. Artan təcil. Sonra, indi yeyinləşməyinə, yavaşlamağına baxırıq. Baxırıq ki, müsbətdir və mən onu müsbətə doğru göndərirəmsə, müsbəti neynəyəcək? İtələyəcək. Yəni, könülsüz gedəcək. Ona görə də olacaq yavaşlayan hərəkət.
Nəticə olaraq olacaq artan təcilli, yavaşlayan. Ancaq variant eləməyi, yəni ən rahat, ən gözəl bildiyiniz sual, mövzu olsa belə, variant eləməyi mütləq şəkildə başdan eləyin müəllimlər. İlk gözünüzə xoş gəlməyən, əmin olduğunuz variantı mütləq eləyin ki, doğru olma ehtimalı çoxalsın. Baxaq indi 6-cı suala. Əvvəlcə nə edirik? Baxıram, deyir ki, elektron 5 təcillə, sürətlə, 5 metr bölünsün saniyə sürətlə hərəkətə başlayırsa, deməli, bax, bu mənim başlanğıc sürətimdir. V0 bərabərdir 5. Bunu qeyd elədik. Sonra, elektrik sahəsinin intensivlik xətləri istiqamətində. İntensivlik xətlərini gəlin. Əslində, burada bir cins olub olmamasını da mənə deməli idi. Deməyib, ancaq suala əsasən təxmin eləyirik ki, bu bir cinsdir, ancaq onu mütləq deməli idi bizə. Suallar tam deyil elə bil ki. Aha, deyir ki, qüvvə xətləri istiqamətində gəlin qüvvə xətlərini yerləşdirək. Bax, məsələn, müsbəti bu tərəfə yazıram, mənfiləri sağ tərəfə yazıram. İndi bizə deyir ki, əlimizdə bir elektron var. Elektron nədir? Mənfidir də. Və mənfini deməli, sahənin intensivlik xətləri istiqamətində hərəkət edir. Yəni, bax, sürət bu tərəfə, intensivlik xətləri hansı idi? Sağa tərəf, mənfiyə tərəf. Deməli, bu tərəfə bir sürətlə itəliyirik. Sahənin intensivliyin qiyməti 2 olarsa, Y bərabərdirsə əgər 2-yə, elektronun yer dəyişməsinin zamandan asılılığını müəyyən edin. Əvvəlcə baxıram ki, bu hərəkət necə hərəkət olar? Mən bu mənfini zorla mənfiyə tərəf itəliyirəmsə, deməli, bu neyniyəcək? İlk öncə yavaşlayan hərəkət edəcək və sonra təbii olaraq könülsüz getdiyi üçün duracaq və qərarını dəyişib geri qayıdacaq. Ona görə başlanğıcdakı hərəkət nədir? Yavaşlayan hərəkət. Ancaq, məsələn, deyək ki, bax, bu A variantına gəlin baxaq. Bax, bunu koordinat başlanğıcına keçirsəm, bu elə yavaşlayandır. Bizcə dəqiqə görüm, yeniləşən varsa onu silək. Hələlik hamısı onsuz da elə başlayır. Davam eləyək. Bizcə dəqiqə. Aha, indi buradan da mənə nə verib? Q bölünsün M qiymətini 0,1 verib. İndi bizdən nəyi soruşur? Burada baxın, zamanın qiymətlərini verib. Gəlin görək zamanın hansı qiymətini götürsək, Allaha da xoş gedər. Deməli, burada biz hansı zamandan istifadə eləyəcəyik? Tormuz zamanından. Çünki niyə? Baxın, müəyyən bir yerə qədər yavaşıyıb, sonra yeyinləşibsə, indi mən rastgələ A variantının üzərində götürürəm. Deməli, bax, yavaşıyıb durur, sonra yeyinləşir. Deməli, bax, buradakı bu durma zamanıdır. Mənə verilən bütün zamanlar durduğu zamanlardır. Yəni, tormuz zamanını götürəcəm mən burada. Tormuz zamanını gəlin biraz buranı səliqəyə salaq. İndi tormuz zamanını nə götürə bilərsiniz? T tormuz bərabərdir V0 bölünsün A. Düzdür? Burada sonra nə edə bilərəm? Məsələn, bax, F-in hansı qiyməti? Gözləyin, burada bir qəşəng sahə açım, daha səliqəli olsun. Başlayaq. Biz F bərabərdir. Bax, buradakı düstura əsasən F-in yerinə nə qoya bilərəm? QY. Düzdür. Sonra QY-ni qoyduq. Sonra tormuz yoluna bax. Sonra QY-dən əlavə məsələn F-in hansı düsturu var idi? MA var idi, düzdür? MA. Sonra tormuz yolunun da düsturunu yazaq buradan. V0 bölünsün A. İndi gəlin, əlimizdə V0 var. Bayaq mənə dedi ki, V0 nə idi? 5 idi. İndi təcilin qiyməti əlimizdə yoxdur. Təcili də bax bu yuxarıdakı düsturdan çıxarış eləyə bilərik. Təcili tapsaq A bərabər olacaq nəyə? QY bölünsün M-ə. Buradan da Q bölünsün M-i mənə nə verib görürsünüz? Q bölünsün M-i mənə verib 0,1. 0,1. İntensivliyi mənə nə verib? İntensivliyin qiymətini nə vermişdi bizə? Aha, intensivliyin də qiymətini mənə 2 veribsə, buradan mən təcili nə tapacam? 0,2. Təcil bərabər oldu 0,2-yə. İndi V0-ı mənə biraz da yer açaq, keçib day. V0 mənə 5 vermişdi, düzdürmü?
Təcili də mənə verdi 0,2. İndi zamanı tapmaq üçün nə edirəm? Bu vergülü sürüşdürdük bu tərəfə, burada 1, 50-ni də 2-yə böldük, 25 elədi. Deməli, tormuz zamanın mənə 25 verdi. İndi gəlin təyin eləyək. Bir də qrafiklərə uyğun, qrafiklərlə işləməyi bacarsaz yaxşı olar. Bax, indi burada qrafiklə təyin eləmək lazım idi ki, məndən hansı zamanı soruşur. Tormuz zamanı olduğunu da bilmək lazımdır ki, işləyə biləsiniz. İndi biz nə edirik? Əgər tormuz zamanını mən 25 tapdımsa, tez 50 olanları əliyirəm. Qaldı əlimdə 2 dənə, bax bu cavablar. İndi baxaq görək bunun hansını seçərsiniz. Baxın, neynədir? Əvvəlcə yavaşıdı, sonra neynədir? Sonra da yeyinləşdi. Bu hansı variantdır? Bax, bu hansı variantdır? Sevdi bu. Aha. Yox, onu bu variant olaraq, qrafik olaraq budur sadəcə. Yox, yavaşlayıb. C-də müəllimlər, niyə C-ni? Bax, yeri gəlmişkən. Deyirsiniz ki, hər ikisində əvvəlcə yavaşlayıb, sonra yeyinləşib. Bax, elə C-də də, D-də də. Nə edimi, D-dimi bilmirəm. Mən nə üçün bunu götürürəm? İndi onu sizə deyim. Çünki baxın müəllimlər, burada müəyyən bir qiymətdən yavaşlayıb. S müəyyən bir yoldan başlayıb. Məsələn, deyək ki, 10-dan, 20-dən. Ancaq biz o protonu, elektronu elə sıfırdan hərəkətini götürdük. Yəni ora qoyan kimi oradakı hərəkətini götürdük. Ona görə yolu mən sıfırdan götürəcəm. Variant olaraq. Sonra davam eləyək. Baxın, maraqlı bir sual var. Bu sual demək olar ki, bu formalı suallar hər il onsuz da düşür. İndi gəlin bura diqqət eləyək. Deməli, müəllimlər, nə edirik? Əvvəlcə, bax, çubuğu harda gördünüz? Bax, link suallarını harda görsək, mütləq ilk fikir veririk nəyə? Çubuğun çəkisinə. Çubuğun çəkisi bizdə onsuz da bir cins çubuqları olur. Tən ortada mərkəzdən götürülür. Ancaq bizə nə deyir? Deyir ki, çəki nəzərə alınır. Yəni çəkini yaddaşımızda saxlayaq. İndi burada nəzərə alınmadı, ancaq mütləq ilk ona baxaq. Nəzərə alınmadı, nə yaxşı. Davam eləyək, işimiz asanlaşdı. İndi baxıram ki, baxın, bax bu elə T-dən başlayaq. Bax bu T nə edəcək? Bu cismi yuxarıya doğru qaldıracaq. Təxminən desək, bunu saat əqrəbinin əksi istiqamətində hərəkət eləyəcək. Sonra gəlin digərinə, məsələn 3M-ə baxaq. Baxıram ki, bu nə edir? Bu saat əqrəb istiqamətində hərəkət elədir. Bax, bu 2 də saat əqrəb istiqamətində hərəkət edir. Ancaq bu tərəfdəki 3 saatın əksinədir, bu tərəfdəki 2 də saatın əksinədir. Deməli, bir bax, bəli, salam. Buyurun. Baxaq. Saatı qoyaq qırağa, saatı qoyaq qırağa, biraz məntiqimizi işə salaq çünki baxaq. Bax bu T bunu nə edəcək bu linci? Yuxarıya doğru qaldıracaq. Düzdür? Bax bu qolu yuxarı qaldıracaq. Sonra bu qol yuxarı qalxanda sol tərəf nə edəcək? Aşağı yenəcək də təbii olaraq. Düzdür? Bax bu dayağın üstündə biri yuxarı qalxanda, biri aşağı yenir. Yaxşı, indi deməli bu T1 bunu sağını yuxarı qaldırdı, solunu aşağı yendirdi. İndi gəlin bax bu 3 ilə 2-yə baxaq. Bunlar nə edəcək? Bunlar da təbii olaraq sol tərəfini aşağı yendirəcəklər linki. Deməli bu 3 cisim, üçü də birlikdə bu linkin sağını yuxarı, solunu aşağı yendirəcəklər. İndi bunları sildik. Bu üçünü təyin elədik. İndi gəlin bunları isbat eləyək. Baxın, bu iki cisim nə edəcək? Bunun linkin sağına aşağıya, solunu yuxarıya qaldıracaqlar. Deməli, bunlar nədir? Əks tərəflərdir, əks cəbhələrdir. Onda T1 ilə, bax bu iki cismi 1 götürəcəm. Gəlin bunu bərabərliyin bir tərəfinə yazaq. Məsələn, yazıram T1. T1-in qoluna nə yazıram? 2, 4, 6, 8. Vurulsun 8-ə. Üstə gəlsin. İndi 3-ü yazıram. 3 vurulsun. 3-ün qolu nədir? Baxın 2. Yenə də üstə gəlsin. Bu birisi 2-ni yazıram. 2-nin qolu nədir? 2, 4, 6, 7. 2 vurulsun 7. Və bunları bərabər eləyirəm. Əks cəbhəyə bax bu ikisinə. İndi bu ikisinə baxıram. 2-ni vururam. 2-nin qolu nədir? 3. Üstə gəlsin.
3-ü vururam. 3-ün qolu nədir? 6. İndi gəlin biraz da səlqəyə salaq. 8t düzdürmü? Bura yazıram ki, 2 vur 3-dən 6, bu da 2 vur 7-dən 14. 14 ilə də 6-nı toplayanda mənə nə verəcək? 20. Bu da bərabərdir. İndi keçirəm bərabərliyin digər tərəfinə. 2 vur 3-dən 6, 3 vur 6-dan 18, 6-nın da üstünə 18 gələndə nə eləyir? 24. Deməli, 20-ni bu tərəfə çıxaq kimi atanda, biraz da yer açaq buradan. 8t bərabərdir 4. Onda 8-i də bölmə kimi atıram. Bəli, müəllimə demiş, 2-də 1 olur. Davam edək. İndi bunların açılışına vaxt sərf eləmək istəmirəm. İstəyirsinizsə baxaq, onsuz da bunu hər kəs bilir. Asan, biraz çətinlərə baxaq ki, zamanımız çox getməsin. Açılışlar nədir ki? Aha, indi bax bu maraqlı sualdır. Gəlin buradan istifadə eləyək. Bizə deyir ki, aha, azalırsa planetin kütləsi var, radiusu var. Biz burada nədən istifadə eləyəcəyik? Məntiqlə baxırıq, görürük. F bərabər idi. Rm kiçik m-dən söhbət gedir. Vurulsun böyük m, yəni planetin kütləsi bölünsün r-in kvadratı. Aha. İndi mənə deyir ki, radiusu yerin radiusundan 3 dəfə az olan. Baxıram ki, qüvvə radiuslar necə asılıdır? Kvadratik tərs asılıdır. Onda məxrəc 3 deyirsə 9 dəfə azalacaq. Məxrəcin 9 dəfə azalması sürətin 9 dəfə artması deməkdir də, məlum məsələdir. Onda 9-u mən sürətə yazacağam. Bu getdi. Sonra deyir ki, ağırlıq qüvvəsi 2 dəfə böyükdür. İndi əslində deməli burada ağırlıq qüvvəsi 9 dəfə artmalı idi. Ancaq mən baxıram ki, sadəcə 2 dəfə artdı. 2 dəfə artdı. Bəs qalanı necə oldu? Deməli, burada yuxarıda bu m var ha. Sən demə bu m də azalıb ki, bu sadəcə 2 dəfə artıb, 9 dəfə arta bilməyib. Bəs yaxşı, necə azalıb, nə qədər azalıb? Onu bilmək üçün nə edirik? Bax, bu 2-ni bu 9-a bölürük. 2 bölünsün 9 qədər. Yəni, m 2 bölünsün 9 qədər azalıbmış ki, nəticə sadəcə 2 dəfə qalxıb. Sonra baxırıq nəyə? Hərəkət tənliyi şəklində olan impulsunu hesablayaq. Bax, burada əslində müəllimlər. İndi burada da 2-3 forma var. Bax, gəlin sizə bir şey deyim. Burada deməli 2-3 forma ilə, 2-3 üsulla tapa bilərik. Çalışaq ki, ən asan, hər kəsin bildiyi bir üsula qaçaq da biz burada. Törəmə ilə tapmaq olar. Ancaq həqiqətən törəmə nə qədər asan görsənsə də niyəsə çarxır müəllimlər. Gəlin daha rahat bir yol tapaq. Məndən nə deyir? 4 saniyədəki impulsu soruşur. İmpuls da bərabərdir nəyə? mv-yə. İmpuls mv-yə bərabərdirsə, dolayı yolla mən burada nə edəcəm? Sürəti tapacağam birinci. Gəlin birinci sürəti tapaq, sonra vuraq kütləyə. Sürəti tapmaq üçün V bərabərdir. Sürətin özünün düsturu var da müəllimlər. V bərabərdir. V0 üstə gəlsin AT. Biz nə danışmışdıq? Demişdik ki, hər zaman təkcə T-nin yanında olan başlanğıc sürət olur. V0 hər zaman tək T-nin yanında olur. Onda yazıram ki, 6 üstə gəlsin. İndi tədil harda olur? Tədil kvadratik T-nin yanında olur. Bəli. İndi müəllimlər, bircə dəqiqə zəhmət olmasa. İndi burada fikir veririk nəyə? Burada Allahdan gəlib müsbət verib təcilin qiymətini. Təcilin qiymətini mənfi də verə bilər. Əgər mənfi veribsə, mənfi yazacağıq. Müsbət veribsə, müsbət yazırıq. İndi hal-hazırda müsbət verib. Burada problem yoxdur. Siz imtahanda onu mütləq nəzərə alın. Yəni orada adi bir mənfi ilə müsbətlə çox şey dəyişə bilər. Aha, indi bunu da bəli 2-yə bölünmüş halı olduğu üçün 2-yə vuracam eləyəcək 1. Deməli 1, 1-i də nə edirik? Vururuq zamana. Zamanı da mənə nə verib? 4 verib. 4 dəfə də 1-in elə 4 eləyəcək. 6-nın da üstünə 4 gələndə sürəti tapdım. Nəyi?
T-nin niyə kvadratını yazırıq ki? Biz sürətin düsturunda AT-dir. T-nin kvadratı mənim nəyimə lazımdır ki? Onsuz da törəmədə də müəllimə, törəmədə də eyni varianta gəlib çıxırıq. Narahat olmayın. Sadəcə olaraq mən istədim ki, qarışıqlıq olmayan, daha konkret bir yolla gedək. Eyni şeyə gəlib çıxırıq onsuz da. İndi burdan biz sadəcə olaraq sürəti tapdıq. 4 saniyə müddətindəki sürəti tapdıq. Bizdən isə impulsu soruşur. Impulsu da tapmaq üçün nə edəcəyik? Bu sürəti kütləyə vuracağıq, M-ə. Burada da M-i verməyiblər bizə. Yəqin ki, sualda, bilirsiniz, yəqin bu sualda köçürdən də onu nəzərə almayıblar və yaxud da professional olmayıblar da, köçürməyiblər. Burada bizə kütlə verməlidilər. Biz onu vurmalıyıq kütləyə. İndi kütləni verməyiblər. Məsələn, deyək ki, kütləni 1 versəydilər, onu vurardıq 1. Yəni sürət hər halda 10-dursa, impuls ondan böyük bir rəqəm ola bilər, maksimum 10 ola bilər. Burada da bir 10 varsa, böyük ehtimal ki, M-i 1 veribmişlər. Köçürən indi bu PDF-i kim hazırlayıbsa köçürməyibdir. Yəni bax bu variantların olma ehtimalı heç yoxdur. Bizdə də kütlənin 1 olduğunu götürə bilərəm, o da A variantı. Sualda biraz kəmlik var. Problem deməyək, kəmlik var sualda. Sonra cismin sürətini, bax bu çox maraqlı sualda müəllimə. Bunu dərsdə də keçmişik. İndi gəlin bax buna baxaq. Burada artıq nə edirik? Yaradıcılığımızdan istifadə edirik. Baxaq. Deyək ki, cisim sürətini 30 metr yolda 2 dəfə artırmışdısa. Baxın, deməli bunun başlanğıc sürətini mən bir V0 götürsəm, sürət 2 dəfə artanda nə olacaq? Son sürət olacaq 2V0. 2 dəfə artıb baxın. İndi gəlin buradan V0-ı tapaq. Zoom atarsa problem yoxdur. Mən yenidən link atacağım. Ona qədər hələlik işləyək. Deyir ki, S-i mənə verib 30. Zamanı mənə verib 20. Son sürət var, başlanğıc sürət var və məndən təcili soruşursa, mən hansı düsturdan istifadə edərəm? Gəlin əvvəlcə buradan, müəllimə, əvvəlcə baxıram ki, mənə sürətin V0-ın qiymətini verməyib, sadəcə olaraq müqayisəsini verib. Gəlin buradan bir V0-ı tapaq biz. Necə tapaq? S bərabər idi. V çıxılsın V0, V üstə gəlsin V0, bölünsün 2, vurulsun T-dən. Gəlin V0-ı tapaq. Necə tapaq? Baxın, S-in yerinə mən 30 yazıram. Bərabərdir. 2-ni saxlayıram. V-nin yerinə biz nə tapdıq? 2V0 tapdıq. 2V0, bəli, sürət olacaq 3V0. Buradan, deməli, 3-ü bölmə kimi atdım. 10, 20. V0-ı buradan nə tapdıq biz? Baxın. V0 da bərabərdir nəyə? 20-yə. Bunu tapdıq. İndi nə edirik? Təcili tapırıq. İndi S-in təcillə olan düsturu var idi. İndi gəlin onu istifadə. Gördünüz, mən sizə deyirdim ki, orada AT kvadratı bölü 2-ni unudun geçsin. Orada o ən az istifadə olunan odur. Üzürlü sayın. Yenidən başlayaq bunu. 30 bərabərdir 2. Burada 3V0 oldu. T-nin qiymətinə nə yazmışdıq biz? 20. 20 ilə də 2 ixtisar getdi, 10 qaldı. Onu bura bölmə kimi atdıq. Bircə dəqiqə. V0 nəyə bərabər? V0 1-ə bərabər oldu. V0 1-ə bərabər oldu. Bunu 1 yazdıq. Okay. İndi gəlin növbəti yol düsturuna baxaq. Bax, bu yol düsturları bizim çox köməyimizə gələcək. S bərabərdir. İndi təcillə olan düstura baxacağıq. Hansı var idi? V-nin kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2A-dan. Əlimizdə var nə? S var. 30 bərabərdir. V0-ın yerinə mənə, V-nin yerinə mən nə yazaram? Deyir ki, V 2 dəfə artıb. Baxın, V-ni biz bayaqların 2V0 tapmışıq. Bəli. Onda buna 4 yazacağıq. Çıxacağıq 1, böləcəyik 2, vuracağıq A-ya. Buradan da A-nı tapmaq üçün 4-dən birini çıxdıq, 3 qaldı. Deməli, A-nı necə taparıq? 3, bunu artıq siz tapın da, zəhmət olmasa. 30-u bura, A-nı bura keçirtsəm, 30-u da bura bölmə kimi atsam, 10, 20-də biri də 100-ə çevirəndə 5-ə vurduq 100, 100-də 5. Bu bizim cavabımız. İndi gəlin yenə keçirik sertifikasiya imtahanı verəcək müəllimlərə.
İndi müəllimlər, söz yox ki, çalışın, məntiqinizi istifadə eləyin. Ən azından bir gedişatı təxmin eləyin ki, cavabı tapa biləsiniz. Ancaq deyək ki, heç bir fikrimiz yoxdur sual haqqında. Beynimiz qarışıb, tamamilə məlumatsızıq, bilmirik nə edək. Onda nə edirik? Bax bu variantda. Baxıram ki, bax burada nə qədər 5 varsa, baxın, deməli burada nə var? 5 varsa, yox, burada 1 də çoxdur. Burada onu istifadə edə bilməyəcəyik. Elə bildim ki, 5 çoxdur. Hə, davam edək. Burada keçməyəcək o. Yenə bunu da bu sualları heç sevmirəm. Özünüz açılışın yerinə qoya bilirsiniz onsuz da. 13-ə baxırıq. 13-də də adi düsturdur. Düsturu yazım, özünüz istifadə eləyərsiniz yəqin ki. Bizdən hansı məlumatları verib bizə? Bizə verib, bax, zamanı. T bərabərdir 2. Sonra bizə verib sayını. N bərabərdir 2 vurulsun 10 üstü 19. Dalğa uzunluğunu bizə verib lambdanı. Lambdanı bizə nə verdi? Bircə dəqiqə bunu yaxınlaşdıraq. 0,66. 0,66. Gəl hesab işində eləyərik. Sonra H-ı verib, S-ni verib. Bu bizə hansı düsturu xatırlatdı? Gəlin yazaq. Gəlin yazaq. Baxın, burada güc P bərabərdir. Nə olacaq? Adi bax, bütün ikinci hissə sualları əslində kökü birinci hissədən gəlir. Birinci hissəni yaxşı biləndə ikiyə də yaxşı gəlirik. Bax, gücün düsturu nə idi? A bölünsün zaman idi, düzdürmü? Burada A-nın iş nəyə bərabər idi? Bax, birinci hissədə elə. İş nəyə bərabər idi? Yox, elə konkret düsturun demirəm. Konkret düsturun demirəm. Yox. Bəli. Gücün bir düsturu, işin bir düsturu var idi. Kinetik enerjinin dəyişməsi. Kinetik enerjinin dəyişməsi yadınızdadırmı? Delta kinetik bölünsün T. Delta kinetikin yerinə nə qoyacam? H-nü. T-ni yenə də olduğu kimi saxlayırıq. Sonra bu da bərabərdir. Burada indi H-nü necə yazacam? H-ı saxladım. Nü-nün yerinə nə yazdım? S. Buradan da bir dəqiqə. Buradan da biz bir lambdanı yazaq. Lambda, buradan da bir N, buradan da bir T. Vəssalam. Və bu düsturu yerinə qoyub, bax, burada hamısını verib, H-ı da verib, S-ni də verib. Bu sadəcə bildiyimiz düsturdur, yerinə qoyub yazırıq. Bəs burada nəyə fikir veririk, müəllimlər? Burada fikir veririk birinci hissənin, ikinci hissədəki bütün sualların, bəzilərinin bütün deməyək, çox halda birlə əlaqəsi var. Bax, burada hansı əlaqəni çıxardıq? Güc bərabərdir A bölünsün T, birinci hissədən gəlir. A-nın yerinə delta kinetik qoyduq. Görürsünüz, həmin yerdən gətirib düsturları açıb işləyə bilirik. Bunu da adi qalanını artıq düstur, konkret düsturdur. Yerinə qoyub işləyəsiniz, narahat olmayın. İndi vaxt bitməmiş, mən 13-ə qədər gəldik. Növbəti vərəqi indi sizə yenidən link atıram, növbəti vərəqə keçirik müəllimlər.